Honda Avtomobil Mərkəzi valyuta məzənnəsini təqdim edir. Bir ABŞ dolarının alışı 0,7835 manat, satışı ise 0,7865 manat. Bir avronun alışı 0,9990 manat, satışı ise 1,200 manat. Bir Rus rublunun alışı 0,244 manat, satışı ise 0,251 manat. Bir Türk lirasının alışı 0,4230 manat, satışı ise 0,4390 manat. Bir İngiliz funtunun alışı 1,1710 manat, satışı ise 1,2160 manat. Neftin bir bareli 95 dolar, qızılın bir ünsiyası 1122 manatdır. Honda Avtomobil Mərkəzi valyuta məzənnəsini təqdim etdi. Honda CR-V rahatlığı ilə yolları qısaldan, dözümlülüğü ilə milyonlarla ailənin etibarını qazanan Honda CR-V Yapon keyfiyyəti. İndi 28.500 manatdan başlayaraq. Honda artıq Gəncədə.